hakimiyyəti qollara ayrılır və 3 qoldan bir məhkəmə hakimiyyətinə belə bir anlayışdır. Ədalət mühakiməsi geniş mənada insan hüquq pozulduğu baxımdan onun barəsində qərar icra olunan dövrə qədər olan geniş bir dövrə həll edir. Hətta bəzən Konstitusiyada var. Hər kəsin onun işinə yenidən təkrar baxılması hüququ var. Yuxarı məhkəmələr vasitəsilə bununla yekunlaşmış. Vergi hüququ, amnistiya, yəni cəzanı bu hüquqlardan istifadə edilmək vasitəsilə və hətta bununla da yekunlaşmır. Cəzasının çəkilmiş, yəni ona təyin olunan cəzanın azaldılması hüququ üçün müraciət etmək hüququ var. Yəni, baxmayaraq ki, məhkəmə yekun qərar qəbul edir, ali məhkəmədə qüvvədə saxladı, kiməsə 8 il iş verildi, adamın hüququ var ki, 4 ildən sonra müraciət edəsin ki, mənim cəzamı xahiş edən müqülləşdir. Görürsünüz, hələ bir iş üzrə baxsınız, 4 ildə adam cəzasını çəkə-çəkə, bundan sonra da bu ədalət mühakiməsi prosesini bitirmir. Yenidən bir icraat başladı. O icraat, hətta, məsələn, ədəbiyyatda var ki, məhkumluğu ödənilənə qədər bu proses davam edir. Niyə? Ona görə ki, məhkumluq özü də kimlərəsə hansısa bir məhdudiyyət yaradır. Hansısa hüquqlardan səni məhkum edir. Yəni, ədalət mühakiməsi belə geniş bir prosedurdur. Ədalət özünədir. Mühakiməsini bildik. Hamımız baraqdan istədilən bir sözlərdən biri elə oldu ki, ədalətli baxılmalıdır, ədalətli qərar çıxarılmalıdır. Bu adam adı deyildir, müqayinə aşağı qalırıq gəlməsi. Kimin ədalətlə bağlı bir fikri var. Ədalətli qarşılama nə olmalı? Yəni, nəkər ədalət olmalı? Mənim üçün ədalətli olması üçün bir ədalət. Əlbəttə ki, ədalət anlayışı biraz da vicdan anlayışıdır. Üst-üstə düşür, hər kəsin vicdan anlayışı, onun ədalət anlayışını ölçür. Ancaq Aristotel belə fikir ifadə etmişdir, ədalət anlayışına bağlı ki, hər bir kəsə bir buğdanı bərabər sayda, yəni sizə də 2 kiloqram, sizə də 2 kiloqram versək, bu bərabərlik sayılır. Ancaq sizə də lazım olan qədər, sizə 3 kiloqram lazımdır, digər şəxsə 5 kiloqram lazımdır. Belə versək, bu artıq ədalət anlayışıdır Aristotel üçün. Ki, mən bu anlayışda müəyyən qədər qatılıram. Bəli, hər kəsə... Yəni, necə, hər kəsə 2 kilo buğda verək, yoxsa 3-2 fərqləndirək? Lazım olduğu hüquqları, pozulan hüquqlarının bərpası. Yəni, məsələn, sizin bu hüququnuz pozulmayıb, ancaq o şəxsin pozulub. Qeyd ediniz ki, hansı ki, pozulduğu halda məhkəməyə müraciət etmək hüququ bu belə deyildir. Yəni, hansı bir haqqın tanınması olsun. Məsələn, adam metrikasını ki, onu sizdə gedir müraciət edir ki, mən metrikamı itirmişəm, tanıyım. Bu da hüquq deyilmi? Məsələn, metrikatı pozulması nəticəsində deyil, onun hüquq pozulmadı. Sadəcə o bərpa məsələdir. hüquq və azadlıqlarının müdafiəsi ilə birisi bura daxil olmalıdır. Təkcə pozulmaq yox, müdafiəsi ilə daxil olmalıdır. Bəli. Və hüquq sahəsi kimi heç bunu nəzərdən keçirən olubmu? Bu hüququnuz pozulmayıb, ancaq o şəxsin pozulub. Mən hər ikinizə eyni münasibət göstərsəm, bu ədalətsizlik olur. Çünki o hüququnuz pozulmuyor. Yəni, ədalət dediniz, vicdan anlayışdır. Bəli, vicdan anlayışı. Başqa nə kateqoriyası var ədalətin? Sosial ədalət. Mühərrəkət nəqarətin özünü tapar, sosial iqtisadi hissələrə keçəlir. Hələ mühakiməsini tutara bilməmişik. Ədalət ümumiyyətlə məncə bir sağlayan, tam müəyyən sistem forumda bütün kabinetlərdən formalanlar verə bilməyiz. Düzgün hərəkətin içərisində fikirlər təqdim olur. Amma mənə görə ədalət ümumiyyətlə bir mübahisə zamanı və seçkilə zamanı fərq İnsan öldürmək ədalətdir, deyil mi? Heç bir halda. Bəzi ədalət. Zəruri müdafiə, istisnalar verilirsə, bəzi zaman o çox dar çərçivədə deyil, bir yanaşmada yox. Başqa şey demək istəyirəm. Yəni, bütün tərəflərin mənafelərinin nəzərə alınması kimi mən çox xarakterizə eləmək. Yəni, hər bir tərəfin həmin götürülən halda hüquq tətbiq edən şəxsə görə və qanuna görə, həm daxil qanuna görə, hansı orada deyən mənafelərin varsa, hər biri nəzərə alınırsa, bu artıq Onda gəlin ədalətli ölçmək üçün belə bir misalların üzərindən gedək də.
Böyle bir məşhur misal var, mən bəlkə də eşitmişsiniz. Qatar gedir və qarşıda 5 nəfər işçi işləyir. Gedib onları vurub, hamısını öldürəcək. Bir nəfər də sola bir yol var. Orada da bir nəfər işləyir. Hansı istiqaməti seçərsiniz? Maşinistsiz. Tormuzu da işləmir. Bir nəfəri. 5 nəfərin mənası deyil, 1 nəfərin mənası. Yəni 5 nəfəri seçən var. Gəl belə. Belə baxsaq ona olacaq ki, kəmiyyət baxımından. Yox. Bax burada fakt. Siz 5 nəfərin üstünə gedərsiniz. Yox. Yox, ədalətlə araşdırmır. Sadəcə olaraq indi belə bir test aparırıq da. 5 nəfərin üstünə getmədi işin. Amma 1 nəfəri seçdik. Ya da 1 nəfər öldürək. O bir nəfər məsələn ailəsi üçün çox vacibdir. Yəni Qanundur, o orada durur. İndi bunu dəyişək. 5 nəfəri keçmədik, hamı sürdü 1 nəfərin üstünə. İndi götürək ki, qatar gəlir, amma 1 nəfər yuxarıda. Sən də görürsən ki, 5 nəfərin üstünə gələcək. Çox yaxşı adamdır, elə bunu itələsək qatar dayanacaq. 1 nəfəri itələməyi kim seçər? Həmin o kök yoldaşı. Yoxsa elə buraxarsınız özlərinə bir geçsin də mənim nə işim var? Kim burada 1 nəfəri, kök adamı yaxşı oturub körpüdən baxamanı gəlib təliyər ki, 5 nəfər ölməsin, böyle geçsinlər. Necə müəyyənləşdirilir ki, onu tələb Siz durmuşsunuz seçimdir. Bax, o görürsünüz ki, qatar gəlib 5 nəfəri burada öldürəcək. Burada da 1 nəfər elə baxır ora. Köklü biri seçkin, bunu tələsiz elə qatar bundan dayanacaq. 6-24. Seçən olacaq. Burada kimin iradəsi idi? o da qatarı Qatarı kim sürürdü? Aynen. Məncə amma 5 nəfəri də öldürsən, 1 nəfər də öldürsən, orada məqsəd eyni. Nədir? Öldürməkdir. Bəli, öldürməkdir. Çünki yəni tormozu dediyiniz kimi işləmir də. İkisi arasından birini seçim etməlisən. Bəs niyə siz burada birini seçim edirsiniz rahat? Qatarı döndürürsünüz, biri ölür. İkinci seçimdə də eyni nəticə baş verəcəkdir. Amma burada eyni nəticə. burada itələmirsiniz. Deyirsiniz ki, o böyle 5 ölsün mənim nəyim var. Baxır da. Orada seçmək üstündə qalır. Amma burada bir nəfərin Yaxşı, gəlin belə danışaq. Başqa bir əldə seçimi çətinləşdirək. Bu 5 nəfərin qatılımı nədir? Həmçinin obyektiv mənada bəli. Ümumiyyətlə, məhkəmə hüququ özü son vaxtlar yaranan bir sahədir, çox geniş sahədir. Yəni, əvvəlki ənənəvi tədris hissələrində məhkəmə hüququ sözünə ayrıca rast gəlmək mümkün deyil. Hətta biz oxuyanda da məhkəmə hüququ digər bir hüquq sahəsi və ya ümumiyyətlə digər bir sahəni tədris edilməmişdir, keçməmişdir. Əslində, bu bir elmi anlayışdır. Elmi anlayışda geniş mənada. Yəni, məhkəmə ilə bağlı olan nə qədər prosedur varsa, hüquqların pozulması, azadlıqlarla bağlı olan, təminatlarla hüquqların təmin olunmasından bağlı olan, həmçinin məhkəmələr haqqında icraatda, həmçinin məhkəmələrin təşkili, məhkəmələrin fəaliyyətinin idarə olunması, bu sahələri əhatə edən böyük bir sahəni əks etdirir və ailəmizə də məhkəmə prosesi, görürsünüz, məhkəmə hüququ və məhkəmə prosesi anlayışları yanaşı işlənilir. Amma maraqlı bir məsələ odur ki, bu məhkəmələrin tarixi hardan gəlir? Sizcə məhkəmənin tarixi nə vaxtdan başlayır? Bunun ideyası olan var. Buyurun. Mən xarici ölkələr hüquq tarixi fənini keçmişəm və onunla belə bir düz məntiq eləyəcəm. Yəni həmin dərslikdə biz öyrəndiyimizə görə ilkin bu hüquq sivilizasiyaları ilə yadından tarixən bilən ilkin dövlət Misirdən götürüldü. Və Misirdə də həmin mövzuda bir hüquq Necə adlanmasından asılı olaraq insan tarixi nə qədərdirsə, məhkəmələrin də tarixi bir o qədərdir. Alban xristianlıq dövründə kilsələr bu funksiyonu yerinə yetirir. Sonra İslam qəbul olduqca divan, qazılar və bir müddət sonra
İslamın təsiri yavaş şartlardan biri də həmin dövrdə aparılan islahatlar olub ki, hələ o dövrdə anti-iclasçılara qədər vəkil, prokuror, yəni siz indi gördüyünüz Amerikan filmlərində dövlət ittihamçısı və vəkil hansı münasibətdə olursa, o məhkəmə palataları yarandı. O da bir instansiya idi, yəni məhkəmə palatası ağır və xüsusilə dövləti cinayətlərə baxırdı. Digər hissələrdə isə qismən apellyasiya funksiyasını yerinə yetirirdi. Sovet vaxtında bu biraz da təkmilləşdi və həmin dövrdə də əslində Azərbaycanda 2 pilləli, amma ümumi Sovetlərdə götürsək, SSR Ali Məhkəməsi də 3-cü instansiya kimi belə bir məhkəmə funksiyasını yerinə yetirməyə başladı. Maraqlı isə yoldaşlıq məhkəmələri ilə bağlıdır ki, biz buna toxunacağıq sizlə ki, bu yoldaşlıq məhkəmələri nədir? İndi yəqin siz şahid olmasanız da eşidə bilərsiniz. Daha sonra biz toxunarıq mediasiya məsələsinə.